Bugün benim ad günümdür. Bugün benim şad günümdür. Bu videonu size Almanya'dan çəkirəm, Berlindən. Dünyanın en bahalı ve en məşhur kurort resortların birindən, Tropical Islanddan bilirsiniz. Bir həftəlik rezervasiya eləmişəm, həm ad günümü qeyd eləməyə gəlmişəm, həm də ki istirahət eləməyə gəlmişəm. Vaxtınız olsa, ad günümlə bağlı sizinlə bir neçə dəqiqə danışmaq istəyirəm. Yəni sizə 34 ilin icmalı hal-hazırda özümü necə hiss edirəm, nəyə sahibəm və nələrdən keçmişəm. Dedim yerimi rahatlayım, sizlə öz fikirlərimi bölüşüm. Mən bu günləri özümü 4 yaşımdakı kimi hiss edirəm. Mənə görə bu günləri 4 yaşım var. Çünki artıq 4-cü ilimdə Almaniyada yaşayıram. Yəni 30 yaşımdan Almaniyaya gəlmişəm. Və son bu 4 ildə gördüyüm həyat tərzi mənə belə qənaət bəxş gətirir ki, mən 30 ili yaşamamışam. Mən bu 30 ili boş-boşuna keçirmişəm. Daha doğrusu boş da deməyək, yəni 30 ili sürünmüşəm. Kasıb biri olmamışam, imkansız ailədə dünyaya gəlməmişəm, nə bilim imkansız kişinin oğlu olmamışam. Atam tanıyan tanıyır, yəni mebel sahəsində tanınmış sahibkarlardan biri olub. Amma məhəllədə yetimçiliklə böyüyən bir uşaqdan heç bir fərqimiz olmuyor. Mən bu günləri çox təəssüf edirəm ki, mən Azərbaycan əsiliyəm, Azərbaycan Respublikası vətəndaşıyam. Bu günləri mənim ölkəmdə mənim həmyaşıdlarım olan şəxslər sözün əsl mənasında sürünür. Yəni özlərində belə düzgün ad günü keçirdə bilmir, ad günü qeyd edə bilmir. Mən öz ad günümü qeyd eləməkdən ötürü dünyanın ən bahalı olan resortların birində özümə yer ayırmışam. Dincəlirəm. Ən böyük akvapark, ən böyük Amazonya akvaparkı, ən böyük Amazonya üçün yaradılmış plyajı, nə bilim həyatın bir anı, bir sözlə. 5+. Həm ulduzlu, həm resort. Bugün məndə necə başa gəldi? Yəni bugün sənin cibində 10 qəpik varsa, 2022-də mənim cibimdə 10 qəpik də yox idi. Çünki həyatımın 8 ili hərbidə keçib. Yəni qüsursuz xidmətim olub, idmançı olmuşam. 2022-də Ukraynada hüquq mühafizə orqanlarında əməkdaş idim. Daha doğrusu hər 2022-ci ildə artıq müharibə başlayanda aprelə qədər gözlədim. Çünki yanvar ayından polis akademiyasına qeydət olmuşdum ki, yəni oxuyum, rütbə alım, qabağa gedim. Müharibə başladı. Yəni aprelə qədər gözlədim, gördüm alınmadı. Üzr istəyirəm, ata olmağa hazırlaşırdım, məcbur ailəmi götürdüm, gəldim Azərbaycana, fikirləşdim ki, Azərbaycanda həyat quraram. 5 dənə dil bilirəm, ali təhsildə, hər şey gözəl, şiki-pikilərə. Amma ki, ilk 8 ay, 7 ay mən taksi sürdüm. Taksi sürə-sürə CV verirdim, sağa-sola hərəkət edirdim. Amma DSX-yə sənəd verdim, aeroportda SMM şöbəsinə. Mən həmişə deyirəm, Allah lənət eləsin Teymur Ağaməliyevə. Hər ildə sərhəd xidmətinin yaranma günündə mən bu Teymur Ağaməliyevin şəklini qoyub bir sözlərimi deyirəm. İndi bu ay dövlət sərhəd xidmətinin yaranma günüdür. İzləsəz, onunla bağlı yenə video çəkəcəm. Allah onu öz balası ilə imtahan çəksin. Allah onu öz ailəsi ilə imtahan çəksin. Allah onu bu həyatda sağlam, rahat, gözəl ölüm təşkil eləməsin. Allah onu zülm çəkə-çəkə bu dünyadan aparsın. Hər zülm çəkdikdə Allah məni onun yadına salsın. Mən və mənim kimi bir çox hərbiçilərin naləsi, qarğışı onun ailəsinin bağlarını, uşaqlarını, nəslinin üstündə var. Amma şəxsən mən öz payıma deyirəm, yəni övladları xəstələnməsin. Sağlamlığı ilə bağlı qəti. Cəmaatın bağlarına nə həyat yaşadıbsa, Allah onun bağlarına 2 qatını yaşasın. Başqa da heç nə demir. ...2022-ci ildə mənim yerimə başqa bir adam apardılar. Məni aparıb qoydular Şəki Əmmas şoförü, mazın təkəri başdayım ola. Mən imtina elədim, çünki hər şey çörəkli demək deyil. Mən maz sürə-sürə arvad saxlayacam deyə cəmaatın bağlarını maşının portuna yığıb, Şəkinin dağlarında çörüb, yetim saxlaya bilmərəm. Nəysə, bitər mən o işdən çıxanda mənə götürüb xidmətə uyğunsuzluq vurmuşlar ki, yəni öz bilirsiniz də bu 156-yə heç bir dövlət qurumlarına bir daha işə müraciət edə bilmirsən. Azərbaycanda da ali təhsilli bir şəxslərin dövlət qurumlarında işləməməyi demir ki, məhv olmaq kimi bir şeydir. Xidmətə uyğunsuzluq vuranda belə zapravka işləyə bilmirsən. 2022-ci ildə həyatımda məcbur qərarları qəbul etdim. Ya götəgirən olmalıydım, oğraşın biri olmalıydım, bicdən əmələ gələn biri olmalıydım. Ya da ki, həyatımı götürüb, başımı götürüb getməliydim. Allah dədəmin canı sağ eləsin, biraz dədəm düzəltdi. Həmin vaxtda dədəmin biraz yaxşı vəziyyəti deyildi. Çünki koronavirusdan sonra bir çox biznesmenlərin işi çöktü. Və 2022-də dekabr ayında 4 aylıq körpəmlə, hərçə ki, bugün TikTokda bilət hamı dərsək tişörtünü arvad uşaq saxlayır. 2022-ci ildə dədəm mənim arvad uşağıma baxır edəndə özümə padlo bilirdim. Utanırdım ki, xeyr ola, mən dədəm mənim arvad uşağıma baxmalıdır. 2022-ci ildə Almaniyaya gəldim və 4 il ərzində elə formalaşdım. Nəticə göz qabağında. Yəni həyatımı alt üst etdim, bəlkə alt üstündən maraqlı oldu. Amma bu hər şey demək deyil. Həyatımın ən gözəl etapındayam, maddi etapındayam, maddi sıxıntılarındayam. Bu hər şey demək deyil. Mən elə fikirləşirəm ki, hər şey
öz elində, öz obasında, öz vətənində, hansı ki Ağşəhərdə yaşayırdım. Ağşəhərlə hava limanı arası öz seçinə evimin yanı. Mən öz ölkəmdə rus dili, ingilis dili, ərəb dili, ukrayn dili, ərəb dilində peysər çıxartmağı bacara bilən həzi, kompüter proqramları, idmançı, nə bilim, nəçiməçi, mən öz ölkəmdə 600-700 manatlıq evimin yanında iş yapa bilmədim arkadaş. Mən Ukrayna dili orqanlarına işə düzələndə mənə demirdilər ki, sən haradasan, kimin oğlusan. Mən Ukraynada yaşayacaqdım. Sən bəhməz olsun. Kasıb üçün nə gözəlliklər var, bir-bir məhv eləməyə çalışırlar. İndi bu günləri də Almaniyada. Allah bizim bu gözəlliyimizi əlimizdən almasın. Çünki mən bu günləri övladım var, övladım üçün yaşayıram. Heyfsləndiyim bir şey odur ki, valideynlərimdən uzaqdayam, ailəmdən uzaqdayam, sevdiklərimdən uzaqdayam. Nəticəm odur ki, gözəl bir ailədə doğulmuşam və gözəl bir ailəyə sahibəm. Bu necə oldu? Yəni, bilənlər bilir, mən kəfəndən diri çıxmışam. Yəni, mənə kəfənə büküblər, aparıb bastırmaq istəyiblər, mən o kəfəndən diri çıxmışam, kəfəndə ayılmışam, kəfəni yırtıb çıxmışam. Yəni, dünənləri özümdən bir ixtiyari gözümdən yaş gəldi bu yolu gedə-gedə ki, yəni Allah, mən hansı bir bataqlıqdaydım, sən hansı bir yerdən elə bir qapı açdın ki, mən o qapını hiss eləmədim ki, orada qapı var idi, mən orada necə keçdim, onu bir Allah bilir. Bir şey bilirəm, bircə bir şey, mənə aid olan bircə bir şeydir ki, heç kimin yanımda yoxdur. Bugün heç kimin yanımda yoxdur. İstər dost, istər yoldaş, istər qohum, istər nə bilim tanış, istər biliş, istər iş yoldaşı, istər nə bilim falan yoldaşı, bəhmən yoldaşı, nə olur olsun, heç kim yoxdur yanımda. Həyatda qalib olmaq istəyirsənsə tək olmalısan. Həyatda qazanmaq istəyirsənsə tək olmalısan. Vəpər qazanan nəfərlərdə dost belə ailəsi ilə bir yerdə sənin yanında belə olsa, sənə uğurlar bu gördükcə sənə qarşı xainlik edəcək. Bunu özümdən bilirəm. Almaniyada hətta belə görmüşəm. Dost olub, uğuruna can vermişəm, can demişəm, and olsun Allaha deyirəm, gecə arvad uşaqlarına az yatmışam, ancaq onun cibini pulla eləmişəm. Nəticə nə olub? Xaincəsinə küləyimdən vurub sağollaşıb çıxıb gedib, qutardı getdi. Bu günlərdə deyirəm, sənə yaxşı yox. Mən sənə qaqaş olmuşam. Amma ayıb olsun. Həyatda uğura imza atmaq istəyirsənsə ətrafını təmizlə. Mənim öz şəxsi fikrimdir. Həyatda sənin ailəndən başqa heç kim dəyər verməyəcək. Sənin zəhmət və sənin ailəndən başqa heç kim dəyər verməyəcək. Həyatda dost deyirsənsə, hər nə deyirsənsə, deyir sənin öz ailəndir qardaş. Ailədən başqa yalandır. Bugün mənim ad günümdür. Mənə təbrik edən bu ailəm, yaxınlarım bunu qoydum. Məni ikinci etapda təbrik edən mənim məhl uşaqlarımdır. Çünki çox ağır bir sözdür. Hər adam onu deyə bilmir. Mən bunu rahatlıqla deyirəm. Mənim məhləm mənim ailəmdir. Mənim məhləm mənim namusumdur. Mənim qeyrətimdir. Bizim məhəllədə məhəllə qızı ilə məhəllə oğlan bu günə qədər evlənməyib. Eyib də olmaz, bəcə qardaşı. Gəlmişmin məhəlləsi. Əsnafqənin girişindən o dəniz çıxışına qədər hamımızı öpürəm, bağrıma basıram. Siz mənim namus qeyriyyətimsiniz. Bizdə məhəllə mədəniyyəti var. Çox üzr istəyirəm, qısa bir izmal verdim. Bir şey bilirəm ki, bugün hər şeyə sahibəm, amma yanımda heç kim yoxdur. Məcburam tək davam edeyim. Çünki kimisə yanıma gətirsəm, yenə xainlik eləyə bilər. Sabah başqa cür mənə qarşı bir xainlik eləyə bilər. Birisi gün başqa cür mənə qarşı başqa bir şey eləyə bilər. Real bir şəkildə görürəm, bloger fəaliyyəti göstərən bir ələfələrində nə qədər zərbə gördümsə bu onlaynda, sosialda. Məsələn, mən kimisə burada əsəblərim ona hirslənmir. Birinci adamın hələ yaxın ailəsi gəlir, qoyur 11-ə. Bu can dediklərin, dost dediklərin, qohum dediklərin. Bir dənə qanun mənim üçün eynidir. Sən necə qəbir evinə tək gedəcəksənsə, həyatda da tək ol. Sənin üstünə düşən missiyalar var. Ailədə övlad rolunu layiqincə yerinə yetir. Ailəli olduğun bir zaman bu yoldaş rolunu, valideyn rolunu layiqincə yerinə yetir. Missiya yerində yetirdin, çıx get bir dünyada. Ay bu dost, bu qardaş buna dəyməz. Özüm ağırlığında dostlara pul xərcləmişəm. Hələ Almaniyanın özündə olurlar. Özümə ad günü keçirməmişəm, dost dediyim adama ad günü keçirmişəm. Balası ilə bir yerdə, arvadı ilə bir yerdə. Amma nəticə nədir? Özünü sev, özünə dəyər ver. Çalış ölkədən qırağa çıxma. Mən ölkədən qırağa çıxmışam, həyat qurmuşam, məcbur olmuşam da çıxmışam. Bugün yaxşı bir şey deyil. Hər xoş günlərdə ata bayramı mübarək, ana bayramı mübarək, ata ad günü mübarək, ana ad günü mübarək. Bu heç yaxşı bir şey deyil. Çalış öz ölkəndə nəsə bir şeylə. Mən eləyə bilmədim. Məsələn, mənim bu xidmətə uyğunsuzluq vurmasaydılar, mən gedərdim başqa bir yerə xidmət edərdim, başqa bir yerə CV verərdim, ona CV verərdim, bunu nəsə başqa bir şey eləyərdim. Mən mənim qolumu bağladılar ki, ya öləsən ya batasın. Mən də öz bataqlığımdan çıxdım. Amma mən sənə məsləhət görürəm. Bu il ad günümdə ən böyük arzum gəlin 35 iliyimdir. Mən istəyirəm ki 35 iliyim atam və anamla qeyd edeyim. Sağ ol. Ürəyimlə danışırdım gecələr sakit otaq. Xəyalımda elədiyim arzuları özümə qonaq.
Ya edək qismətə üsyan ya da ki sakit olaq. Bu təsəvvürlə uzun il yaşamaq məncə alınmır. Qəribə dövrana örnək, kasıbın əyninə köynək, quduran əclafı söymək, bunların hamısını görmək alınmır, alınmaz. Düz olanlar qalır az, nə qədər mərdim azar, ətraf bir iş yaratmaz, yaramaz ağıllansın, sevinib fağıransın, zülümün bağıramsın, onsuz da